Nasim dayı anamdır. Salam, Nasim? xavər. Gör neçə il keçib. Siz tanışsınız? Ha. Lap çoxdan. Lap çoxdan. Hardan tanıyırsınız ki birbirinizi? Biz bir məhəllədə böyümüşük. Neynirsən sən burada? Sənin bu evdə nə işin var? Mənə onlar kömək eləyib. Sən kömək eləmişsən qızıma. Nəysə, get yığış, getdi evə. Get, Uşağımı elə bil mən. yığış dedim. Geç. Salam. Sabahın xeyir. Yemək hazırlayırdım da, ne olmuştu ki? Yox, yemək üçün deyil. Şam var. Şamın enişte ışıklar sönüp ya, ışık da. Yox, keksin üstünə lazımdır. He, kimin adı günüydü ki? Var yoxsa yox? Ha, var. Bir bəsdir. Çox sağ ol. Onunla dil tapmaq çətin olacaq. Ad günün mübarək. Ad günün mübarək. Ad günün mübarək. Layla. Ad günün mübarək. Üfür. Birinci arzu tut. Tuttun. Ad günün mübarək qızım. Həmişə xoşbəxt ol. O belə çox oldu deyəsən. Nəyim? Üzün həmişə gülsün. Yanında həmişə yaxşı insanlar olsun. Özünə yaxşı insan ol. Həmişə atam mənə təbrik eləyirdi. Mənə hədiyyə alırdı.
Amma indi o yoxdur deyə məni təbrik edə bilmir. Buradasan dayı. Yenə nə olub mənə? Niyə belə yatmışam mən? Özünde değildin. Yuxumda qumrunu görmüşəm. Dayı, o qız da girib mənim yuxuma. Kız buradaydı. Necəyəm buradaydı? Bura gəlmişdi. Onda yuxu görməmişəm mən. Yok. Akşam burada kalmıştı. Bayağı gitti. Anası gelmiş dalayıcı. Anası? Kız niye gelmişti ki bura? Bilmiyorum. Yəqin Talih bize neyse hatırlatmak istiyormuş. Kumru, Ha? deyəsən axı bugün Lalənin doğum günüdür. Hə. Uşaqlara tapşırmışam. Nə lazımdı hamısını eləyəcəklər. Axşam möhtəşəm bir ad günü eləyərik ona. Ehtiyac yoxdur. Var Kumru, var. Qoy uşağın könlü açılsın da. Doğrudan ehtiyac yoxdur. Kumru, bax bugündən Lalə mənim qızımdır. Və mən öz qızıma nə lazımdırsa ən yaxşısını eləyəcəm. Bəbir müəllim, qızınızdan xəbəriniz yoxdur? Ha, Nigar qızınızdan. Fira, Nigar artıq böyük qızdır. O öz qayğısını özü çəkə bilər. Qumru, mən indi işə gedirəm. Siz burada qalın, yaxşı? Axşamda tez qayıdacam. Əgər bir şey lazım olub eləsə, o dəqiqə mənə xəbər elə, yaxşı? Yaxşı. Sen oraya niye getmiştin? Fərqi var. Nigar, senden söz soruşuram. Niye ora getmiştin? Çox sağ ol deməyə getmişdim. Fürsət olmamışdı, dedim indi gedim deyim. Oldu? Bu ne danışıqdı məndən danışırsan?
Sən bilirsən biz necə narahat olmuşduq. Uşağım elə bil mən. Neynirsən? Fikirləşdim, bir qərar verdim. Nə qərar? Qayıdıram. Hara? Evə. Evə qayıdırsan? Mən elə danışdım, onun üçün indi evə qayıdırsan? Ay qızım, narahat oldum da deyirəm. Balım, bax, hara gedirsən, şəhəri tanımırsan, çıxarsan, başına min iş gələr. Sonra mən ölərəm vicdan əzabından. Narahat olma. Nigar, Nigar. Getmə qızım, yaxşı, getmə. Sənə deyirəm ki, narahat olma. Arzu tut Lale. Üfür baba. Dayı, aynı səsdir. Mayın biri bugün nəsə olub? Bilmirəm ki. Deyəsən hə. Ya da ki, yox. Bilmirəm da. Bilmirəm. Yaşayıram, niyə yaşadığımı bilmirəm. Sevirəm, niyə sevdiyimi bilmirəm. Getməliyəm, gedə bilmirəm. Bilmirəm. Bax, əsas odur ki, bilmədiyi bilirsən. Mən biraz tək qalsam yaxşı deyil. Sən bunu çoxdan eləməliydin. İnsan hərdən bir öz-özü ilə üzləşməlidir. Bax, əsl həqiqət onda üzə çıxır. Bekar. Bəli, müəllim. Deməli, belə eləyirsən, bekar. Mən işə çatdırırsan, sonra oradan gedirsən ən yaxşı şarları, sonra dekoru, sonra tortu və fişəngiləri alırsan, gətirirsən, verirsən evə. Ha, bir də Lale üçün belə çox qəşəng, çox gözəl bir paltar seçib alırsan. O mənim xeyirdir. Nə məsələdir? Ha. Bizim Lale qızımızın doğum günüdür bugün. İstəyirəm hər şeyin ən yaxşısı olsun. Hər şey belə yüksək səviyyədə olsun, hə? Eləyək də müəllim. Nətər deyirsən? Böyük qız olsun, sağlam böyüsün. Başqa nəsə ehtiyac var əlavə?
Bu da qaldı yeyib içməkdə onu özünüz bilirsiniz də. Ha, o işte. Hə, bir də masanı həyətdə açarsınız. Hə. Hava da yaxşıdır, elə yaz havasıdır. Deyirəm, çoxdan da həyətdə oturmuruq da, yo. Hə, düzdür mənim. Baş üstə eləyərik, çöldə eləyərik. Bir də ki, mənim o tortun üstünə doğum günün mübarək qızım, ad günün mübarək yazdırım. Hə, yazdır. Yazdır. Hə, nə deyirəm? Buyurun. Müəllim. Hə. Dəqiq. Hə də. Baş üstə. Allah. Baş üstə, baş üstə. Neydi bunun parolu? Belki doğum iliydi. Sibil. Doğum ili neydi? Doğum ili. Ha. Sibil. Ne edirsən sən burada? Mən heç nə. Bəbir müəllim demişdi ki, evi gəz, gör, bax. Mənə yalan danışırsan sən? Güya bilmirəm niyə girmisən bu otağa. Nə oğurlamsan, çıxar qaytar qoy yerinə tez. Nə oğurlamsan? Çək, nə edirsən? Nə oğurlamsansa çıxarıb qaytarıb yerinə qoyacaqsan. Dedim ki, əlini çək. Ay Nigar, yaxşı da. Bəbir müəllim deyib, mən bilirəm. Yalan danışır. Yalan danışmıyor, Bəbir müəllim mənim yanımda dedi ona. Dedi ki, qoy gəzsin, baxsın. Sən Allah, Bəbir müəllim əsəbləşəcək işin olmasın da oynan. Mən öldüm sizi aralamaqdan. Mənim işim, gücüm var. Qalmışam burada sizlə. Keç də, day. Ay qız, nə olur? Nə axtarırdın burada? Niyə yalan danışdın? Sənə kömək eləmək istəyirdim də. Bəs cümə bax üstümə. Çox sağ ol, amma bir də belə bir şey eləmə. Niyə bəs axı kömək mənası ilə elədim də, nə bilim valla. Başa düşdüm, sağ ol. Ağlısı yox deyə öldüm mən bu güclərlə əlləşməkdən. Bir də ağıllı adam varsa o da mənəm. Nasıl bir gücdür?
Qumru, bu adamın bir dənə məqsədi var. Bizə yaxşılıq eləsin, mənə normal bir iş versin və mən normal pul qazanım. Qədir, bu yaxşılıq deyil, bunun adı yaxşılıq deyil. Bunun bir adı var, o da sürgün. Qədir, qurban olun, nə olar, başa düş. Mən səni başa düşə bilmirəm. Sən olanları başa düş. Qədir, bir özün fikirləş də. Nə qədər pis hadisələr varsa, hamısı bu adamla bağlı olur. Uyğun gəlmir səncə də? Amma bunu sənin üçün eləmədim. Onun üçün, ona görə eləyirdim. Çünki mən Qumrunu sevirəm. Darıxdım baxışım gözlərin üçün, gözünə yaraşan kədərin üçün. Dasan Qədir, niyə yoxsan? Həmişə Lalənin ad gününü birinci sən təbrik eləyirdin. Amma bu dəfə eləmədin. Onu tək qoydum. Qədir. Sənin üçün çox darıxmışam. Darıxdım mən sənin üçün. Ağlardı yanımda olsaydın. Ağlardı kızımızın ad gününü yine bir yerde geçirseydik. Niye hemşe sevdiklerimizi Allah bizden alır? Niye seni benden aldı? Bedir. Senin için çok dargıram. Darıxdım seninle geçtiğim o yollar. Yollarda bembeyaz o karlar için. Darıxdım, darıxdım, mən yaman darıxdım. Ruhuma sarılan o kollar üçün. Darıxdım, darıxdım, mən yaman darıxdım. Ne okuyursun? İnanırsan heç özüm də bilmirəm. Bunu tərcümə eləməliyəm. Amma beynimin için yığıb yığışdıra bilmirəm. Bu adam bize gelende hemşe belə oluruq da. Qumru, bu dəqiqə Lalədən başqa heç kim maraqlı deyil mən.
darıxdım gülüşün, erişin üçün. O isti, o ılı nəfəsin üçün. Kadir. Tək bizə yaraşan sevgimiz üçün. Kadir. Niye yanır bu ocağım? Yanıp külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niye yanır bu ocaq? Yanıp külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Çıktık yola biz, deli olup bu deniz. Bir adadır sevgimiz, her yanı hatiredir. Niye çıktık yola biz, deli olup bu deniz. Bir adadır sevgimiz, her yanı hatiredir. Kar yağır narın narın, üzüldür dağlarım. O yaşlı yarpanlarım, olanı hatiredir. Kar yağır narın narın, yüzü gülür dağlarım. O yaşlı yarpanlarım, olanı hatiredir. Niye çıktın yola bir, deli olup bu deniz. Bir adadır sevgimiz, her yanı hatiredir. Niye çıktık yola biz, deli olup bu deniz. Bir adadır sevgimiz, her yanı hatiredir. Gerçektir yoksa yalan. Yani Deyirəm ki, bəxtəvər bu qızın başına heç belə ad günü olmayıb onun heç vaxt. Var. Bu iki uşağa ömrü boyu evdə ad günü eləməyib bu. Ya o restoran, bu restoran. O restoran, bu restoran. İndi bilməm gözü nədən qorxub, nətə qorxub, bunları qırağa buraxmır. Əziyyət də gəlib düşür bizə. Allah haqqı belim qırılıb. Hamısını özüm eləmişim. Özün gördün də. Hazır var da, al gətirsdir də. İndi hər şey var. O da əziyyət də bizə qalır. Sülüm sillər. Ha, Bekar, necədir? Hazırdır hər şey? Müəllim, hər şey qaydasındadır, yüksək səviyyədə. Necə tapşırmışdınız, elə. Manqala da indi ot salmışam, birazdan Allah qoysa şişləri düzürəm ora. Hamısını öz əllərimlə bişirmişəm. Hamısını. Heç Seyranla Nigarın belə ad günü olmayıb, belə süfrə açmamışam onlar üçün. Ölçdü da, nə olur? Nətərdir müəllim? Əla.
Oo, günümüzün qəhrəmanı gəldi. Gel kızım, gel. Hop! Ah! Necədir? Bəyəndin? Xoşuna gəldi? Niyə əziyyət çəkirdiniz? Biz axı səninlə danışdıq, heç bir əziyyət yox. Sən bu evin xanımısan. Siz hər şeyin ən gözəlinə, ən yaxşısına layiqsiniz. Lətifə, Bəli, bəbir. qalx, yuxarı uşaqlara denən gəlsinlər. Hə, yaxşı deyib. Bəbir müəllim, gələrlər. Denən düşsünlər aşağı. Yaxşı. Lalə, bax gör nə qəşəng şardır. Amma ehtiyatlı ol ha, partiyar üzvə gözvə deyir. Ala. Allah saxlasın. Qumru. 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 Qumru gəlmişəm, buradayam, Qumru! Qədir! Qədir! Sən səhv yerə gəlmisən. Necə yəni səhv yerə gəlmişəm? Onlar artıq burada yaşamırlar. Necə yəni burada yaşamırlar? Harada yaşayırlar bəs? Onlar artıq Bəbirgildə yaşayırlar. Bəbirgildə necə yaşaya bilər ki, Qumru? Sənin yoldaşın Qumru onlar artıq evlidirlər. Bax, sən başın yerindədir, nə danışırsan sən? Sən mənim arvadım haqqında danışırsan belə, hə? Amma bunu sənin üçün eləmədim. Onun üçün, ona görə eləyirdim. Çünki mən Qumrunu sevirəm, Qumrunu sevirəm, Qumrunu sevirəm. Yox. Qumru bunu eləyə bilməz. Bağlısı mümkün deyil bu. Bağlısı bu mümkün değil. Bunu hardan öyrənmisən sən? Bunu kim deyib sən? Hardan eşitmisən sən bunu?
Qədir! 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 Lətifə, nə oldu uşaqlara dedin? Gəlirlər Bəbir müəllim. Hə? Lap yaxşı. Yemək çəkimisi. Hə. Nuş olsun. Gelin. Keçin oturun. Demek belə. Nihayet hamımız bir süfre arkasında oturduk. Ben həmişə istəmişəm ki, ailədə əmin-amanlıq olsun. Deyək, gülək, şadlıq eləyək. Yəni bu xoş günlər xüsusi günlərdə yox, həmişə olsun. Bizim hamımızın həyatında pis insanlar olub. Əsas odur ki, biz yaxşı olaq. Biz mehriban olaq. Birbirimizin qayğısına qalaq. Yəni bir ailə kimi olaq. Möhkəm olaq. Mənim sizdən yeganə bir istəyim var. Mən bu dünyada olsam da, olmasam da, siz həmişə bir-birinizə dayaq olun. Bir-birinizin yanında olun. Eləcə də mənim bu balaca qızımın yanında olun. Ad günün mübarək, ad günün mübarək. Ad günün mübarək, ad günün mübarək. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.
dirilən adam